Səidə Haqverdiyeva məhkəməli oldu. Həbsdəki hakimin aktrisa qohumuyla qalmaqal. Azərbaycan Dövlət Kukla Teatrının keçmiş quruluşçu rejissoru Səidə Haqverdiyeva məhkəməyə verilib. Report xəbər verir ki, həbsdə olan hakim Elsun Əhmədovun qardaşı Əfsun Əhmədov və həyat yoldaşı aktrisa Nərmin Əhmədova onun barəsində xüsusi ittiham qaydasında şikayətlə Yasamal rayon məhkəməsinə müraciət ediblər. Nərmin və Əfsun Əhmədovlar şikayətlərində sabiq rejissoru sosial şəbəkədə çıxışları zamanı onların barəsində səsləndirdiyi böhtan xarakterli məlumatlar yaymaq, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqda günahlandıraraq Cinayət Məcəlləsinin 147.2 böhtan və 148 təhqir maddələri ilə mühakimə olunmasını istəyiblər.